Əziz dostlar, Əhl-i Sünnədən olan bəzi qardaşlarımız belə bir iddia ilə çıxış edirlər. İmam Buxarinin səhihində zəif hədis varmı? Cavab belədir ki, alimlər hamısı ittifaq ediblər ki, yer üzündə Allahın kitabından sonra ən səhih kitab Buxarinin səhihi ilə Müslimin səhih kitabıdır. Buxari Müslim. Ona görə Şeyxülislam Rahiməhullah deyir ki, Buxari Müslimin ittifaq etdiyi hədislər ki var, o deyirlər muttəfəq aleyhi. Buxari Müslim ittifaq ediblər. Onlar ümmət icma ediblər ki, ümmət qəbul edib bu hədisləri. O hədislərdə ki, İmam Buxari Müslim ittifaq ediblər deyir, onlar deyir, şək yoxdur ki, səhihdir deyir. Burada deyilənlərlə bağlı bir neçə məqama diqqət yetirək. Əvvəla qeyd edək ki, Quran məhz Allah Rəsulu dövründə onun özünün təyin etdiyi xüsusi katiblər tərəfindən yazılmış, hafizlər tərəfindən də əzbərlənmiş, kitab şəklində müsəlman ümməti arasında geniş yayılmışdır. Rəbbimiz buyurur, bu heç bir şək şübhə doğurmayan, təqvalılara doğru yolu göstərən bir kitabdır. Bəqərə surəsi ayə 2. Allah Rəsulu dövründən günümüzədək Quran vahid bir kitab olaraq mütəvatir yolla müsəlman toplumları tərəfindən nəsildən nəsilə ötürülmüş və beləcə bizim dövrümüzə gəlib çatmışdır. İslam tarixində ikinci belə bir kitab yoxdur ki, mütəvatir yolla Allah Rəsulu dövründən günümüzədək gəlib çatmış olsun. Bu baxımdan ayrı-ayrı hədis və rəvayətlər səhih ola bilər. Belə ki, hədislər arasında doğru düzgün olanı da var, təhrifə məruz qalanı da, sonradan uydurulmuş olanı da. Amma Quran misalında ikinci bir kitab yoxdur ki, Allah Rəsulu və ya səhabələri dövründən mütəvatir şəkildə günümüzə gəlib çatsın. Konkret olaraq Buxari və Müslimin səhih adlandırılan əsərlərinə gəldikdə, bu məqamları nəzərə almaq lazımdır. Səhih Əl-Buxari kimi tanınan Əl-Camiə Səhih əsərinin müəllifi 9-cu əsrdə yaşamış, əslən Xorasanlı olan Əbu Abdullah Məhəmməd bin İsmail Əl-Cufi Əl-Buxaridir. Lakin Səhih Buxarinin müəllifin özü tərəfindən və ya tələbələri tərəfindən yazılmış orijinal nüsxələri günümüzə gəlib çatmamışdır. Əsər müəllifin tələbələri tərəfindən şifahi və ya yazılı yolla rəvayət edilmiş, nəticədə 11-12-ci əsrlərdən etibarən müxtəlif əlyazma nüsxələri meydana gəlmişdir. Həmin nüsxələr arasında ən məşhur olanı 13-cü əsrdə yazılmış Şərəfuddin Əl-Yunini tərəfindən tərtib və redaktə edilmiş versiyadır. Yunini öz dövründə Buxarinin əsəri kimi tanınan 4 fərqli nüsxəni bir araya gətirərək onları redaktə etmiş, ərəb dilinin qaydalarına uyğunlaşdırmış, tərtibatını da vahid və təkmil formaya salmışdır. Hazırda dövriyyədə olan Səhih Əl-Buxari əsəri İmam Buxari və ya tələbələrinə deyil, məhz ondan 4 əsr sonra ərsəyə gəlmiş Yunini nüsxəsinə əsaslanır. Səhih Müslim kimi tanınan Əl-Camiə Səhih əsərinin müəllifi isə Buxarinin müasiri olmuş digər Xorasanlı mühəddis Əbülhüseyn Müslim bin Həccac Nişapuridir. Elə bu əsərində müəllifin özü və ya tələbələri tərəfindən yazılmış orijinal nüsxələri günümüzə gəlib çatmamışdır. Hazırda Səhih Müslim kimi tanınan əsər əsas etibarilə müəllifin vəfatından təxminən 100 il sonra yazılmış erkən nüsxələr ənənəsinə söykənir və 13-cü əsrdə İmam Nəvəvinin bu əsərə şərh yazarkən əsas götürdüyü və istifadə etdiyi mətn xətti üzərində formalaşmışdır. İmam Nəvəvidən sonra məhz həmin mətn Əhl-i Sünnə alimləri arasında əsas götürülmüş və İmam Müslimin Əl-Cami Əs-Səhih əsəri kimi qəbul edilmişdir. Beləliklə, nə Səhih Buxarinin, nə də Səhih Müslimin orijinalları və ya ən azından onların tələbələri tərəfindən yazılmış nüsxələri günümüzə gəlib çatmayıb. Bu əsərlər müəllifin vəfatından 3-400 il sonra qələmə alınmış nüsxələr əsasında formalaşdırılıb. Odur ki, buradakı hədislərin nəinki Allah Rəsulu, hətta müəllif olaraq tanınan Buxari və Müslimə aid olması elmi olaraq təsdiqini tapmır. Belə bir əsərləri Allahın kitabı olan Quranla yanaşı İslam dininin əsas mənbəyi hesab etmək tamamilə əsassızdır. Digər tərəfdən, Səhih Əl-Buxari və Səhih Müslim əsərlərinin mətni də oxucunu ciddi şəkildə düşündürür. Doğrudanmı burada deyilənlər Allah Rəsulunun sözləridir? Peyğəmbər adından rəvayət edilən bu hədislər səhih olaraq qəbul edilə bilərmi? Gəlin Səhih Əl-Buxari və Səhih Müslim əsərindəki bəzi hədislərlə tanış olaq.
Musa peyğəmbərin paltarını götürüb qaçan daş. Hədis toplarında nəql edilən bir çox rəvayətlər sözün həqiqi mənasında nağılları xatırladır. Belə rəvayətlərdən biri də Buxari və Müslimin Səhih əsərində Məhəmməd peyğəmbərdən nəql edilən aşağıdakı hədisdir. Bəni İsrail arasında belə bir adət var idi. Hər kəs birlikdə övrət yerlərini örtmədən çılpaq suya girib bir-birinin övrətinə baxaraq yuyunurdular. Belə bir davranış onların arasında ayıb sayılmırdı. Lakin Musa kimsənin onun övrət yerini görməməsi üçün tək başına suya girirdi. Bəni İsrail Musanın bu davranışına görə belə deyirdilər. Musanın bizimlə bir yerdə yuyunmamasının səbəbi onun övrətində dəlik, yəni qrija olmasıdır. Bir dəfə Musa yuyunmaq üçün getdikdə paltarını soyunub bir daşın üzərinə qoydu. Daş onun paltarını götürüb qaçdı. Musa da onun ardınca paltarım daş, paltarım daş deyə qaçmağa başladı. Nəhayət Bəni İsrail onun övrət yerini gördü. Onlar and olsun Allaha ki, Musaya bir xələl yoxdur, dedilər. Onlar onu gördükdən sonra daş dayandı. O, paltarlarını götürüb daşı vurmağa başladı. Musanın daşı vurmasından daşın 6 və ya 7 yerində iz qaldı. Buxari Səhih, Qusul bölməsi, hədis 20-30, Ənbiya 27-28, Səhih Müslim, tərcümə edənlər Anar İsrafilov və Arif Hacıyev, Bakı 2010, səhifə 85. Musa peyğəmbər mələyi vurub gözünü çıxarır. Musa peyğəmbərlə bağlı mötəbər hədis toplularında rəvayət edilən başqa bir mifoloji əhvalat isə Buxari və Müslimin səhih əsərlərində Məhəmməd peyğəmbərin adından rəvayət edilən aşağıdakı hədisdir. Ölüm mələyi Musanın yanına gəldi və ona Rəbbinə cavab ver deyə buyurdu. Musa əli ilə ona şillə vuraraq onun gözünü çıxartdı. O, Allahın yanına qayıtdı və belə dedi. Həqiqətən sən məni ölmək istəməyən qulunun yanına göndərdin və o, mənim gözümü çıxartdı. Allah Taala onun gözünü yerinə qaytardı və ona dedi, bəndəmin yanına get, ondan yaşamaq istəyirsənmi, deyə soruş. Əgər yaşamaq istəyirsə, əlini öküzün belinə qoy və əlinə nə qədər tük yapışarsa, o qədər il yaşayacaqsan. Musa ondan, sonra nə olacaq, deyə soruşdu. O, sonra öləcəksən, deyə cavab verdikdə belə dedi. Elə isə yaxın vaxtda öldür. Rəbbim, məni müqəddəs torpaqdan daş atılacaq bir məsafədə öldür. Peyğəmbər belə buyurdu. Əgər onun yanında olsaydım, onun yolun kənarındakı qırmızı qum təpəciyinin yanında olan qəbrini sizə göstərərdim. Əl-Buxari, Səhih, Cənaiz, hədis 23. Səhih Müslim, tərcümə edənlər Anar İsrafilov və Arif Hacıyev, Bakı 2010, səhifə 706-707. Peyğəmbərin barmaqları arasından bulaq qaynayır. Buxari və Müslimin öz səhih əsərində nəql etdikləri rəvayətə görə su tapmayıb əziyyət çəkən səhabələr öz halları ilə bağlı Peyğəmbərə müraciət edirlər. Bu zaman o, əlini bir qaba salır və sonra barmaqları arasından bulaq kimi su fışqırmağa başlayır. Hədis belədir. Hüdeybiyyə günü insanlar usandılar. Peyğəmbərin yanına gəldilər. Rəsullahın önündə dəridən düzəldilmiş bir su qabı var idi. Onunla dəstəmaz aldı. Cəmaət ona yaxınlaşdı. Peyğəmbər, nə olub, deyə soruşdu. Onlar dedilər, yanımızda dəstəmaz almaq və su içmək üçün qarşındakından başqa suyumuz qalmadı. Peyğəmbər dərhal əllərini qaba qoydu. Qəfildən barmaqlarının arasından su qaynamağa başladı. Eyni ilə bulaqların qaynaması kimi. Hamımız ondan içdik. Cabirdən, o gün neçə nəfər idiniz, deyə soruşuldu. Cabir cavabında dedi, əgər biz 100.000 nəfər də olsaydıq, su yetəcəkdi. Amma biz 1500 nəfər idik. Buxari, Səhih, Mənaqib, hədis 25. Məğazi, hədis 35. Fəth surəsinin təfsiri, hədis 5. Əşribə, hədis 31. Digər hədisdə belə rəvayət edilir. Peyğəmbər əshabı ilə Əz-Zavradəykən içində su olan bir qədəh istədi. Əlini onun içinə saldı. Su onun barmaqları arasından çıxmağa başladı. Onun bütün əshabı ondan dəstəmaz aldı. Ravi, ey Əbu Həmzə, onlar neçə nəfər idilər, deyə soruşdu. O, 300 kişiyə yaxın, deyə cavab verdi. Səhih Müslim kitabı. Tərcümə edənlər Anar İsrafilov və Arif Hacıyev. Bakı 2010, səhifə 664. Bir sıra rəvayətlərdə müxtəlif hadisələr zamanı daşların da Peyğəmbərlə danışması, ona salam verməsi və s. barədə məlumatlar verilir. Belə hədislərdən birini Məhəmməd Peyğəmbərin adından Müslim öz səhih əsərində rəvayət edir. Hədisdə buyurulur. Məkkədə mənə Peyğəmbərlik verilməmişdən öncə salam verən bir daş tanıyıram. Mən onu indi də tanıyıram. Səhih Müslim, tərcümə edənlər Anar İsrafilov və Arif Hacıyev.
Bakı 2010, səhifə 664. Siçanlar İsrail oğullarının itmiş bir ümməti imiş. Buxarı və Müslimin səhih əsərlərində Peyğəmbərin adından iddia olunur ki, güya siçan vaxtı ilə Bəni İsraildən itmiş bir ümmətin məsx olması, yəni insandan heyvana çevrilməsi nəticəsində törənmişdir. Səhih hədisdə səhabə Əbu Hüreyrə Məhəmməd Peyğəmbərin belə dediyini rəvayət edir. Bəni İsraildən olan bir ümmət itdi. Onun nə olduğu bilinmədi. Mən onun ancaq siçan olduğunu düşünürəm. Məgər siz onun qabağına dəvə südü qoyulduqda içmədiyini, qoyun südü qoyulduqda içdiyini görmürsünüz? Bu hədisi Əbu Hüreyrədən eşidən Kəb adlı səhabə rəvayətdə deyilənlərə təəccüblənir və sən bunu Peyğəmbərdən eşitmisən, deyə soruşur. Əbu Hüreyrə bəli, deyə cavab verir. Kəb isə bu sualı dəfələrlə təkrar eləyir. Əl-Buxari, Səhih, Təcrid-i Sərih, hədis 1364. Səhih Müslim, tərcümə edən Anar İsrafilov və Arif Hacıyev. Bakı 2010, səhifə 652. Çobanla danışan inək və canavar. Buxarı və Müslimin səhih əsərlərində rəvayət etdikləri bir hədisdə Məhəmməd Peyğəmbər öz səhabələrinə bir əhvalat danışıb, bir inək və bir canavarın çobanla söhbət etdiyini söyləyir. Səhabələr heyvanların çobanla söhbətləşməsinə təəccüb edirlər, lakin Peyğəmbər buna inandığını bildirir. Əbu Hüreyrə Peyğəmbərin belə dediyini rəvayət edir. Bir dəfə bir kişi inəyini yükləyərək yolda sürürdü. İnək ona tərəf çevrilib, mən bunun üçün xəlq olunmamışam. Mən yalnız əşin üçün xəlq olunmuşam, dedi. İnsanlar buna təəccüb edərək belə dedilər. Sübhanallah, inək də danışarmı? Peyğəmbər belə buyurdu. Buna mən iman edirəm və mənimlə birlikdə Əbu Bəkir və Ömər də iman edirlər. Əbu Hüreyrə Peyğəmbərin belə dediyini rəvayət edir. Bir gün bir çoban qoyun otararkən bir canavar gələrək sürüdən bir qoyunu apardı. Çoban onu təqib eləyərək qoyunu ondan aldı. Canavar ona çevrilərək belə dedi. Yırtıcıların günü baxarıq. O gün bu sürüyə məndən başqa çoban olmayacaqdır. İnsanlar Sübhanallah dedikdə Peyğəmbər belə buyurdu. Buna mən iman edirəm və mənimlə birlikdə Əbu Bəkir və Ömər də iman edirlər. Əl-Buxari, Səhih əsəri, Fəzail-i Səhabə, hədis 8, Hərs, hədis 4, Ənbiya, hədis 50, Səhih Müslim, tərcümə eləyənlər Anar İsrafilov və Arif Hacıyev. Bakı 2010. Əziz dostlar, gəlin bu kimi rəvayətlər üzərində düşünək və obyektiv cavab verməyə çalışaq. Allah Rəsulu adından söylənilən belə hədislərdən ibarət bir kitab səhih olaraq qəbul edilə bilərmi? Bu kitablardakı rəvayətlər barədə şək yoxdur ki, səhihdir demək doğrudurmu? Qardaşımız sualı belə qoyur. İmam Buxarinin səhihində zəif hədis varmı? Amma göstərdiyimiz faktları nəzərə alaraq sualı belə qoymaq daha düzgün olardı. İmam Buxarinin səhihində səhih hədis varmı? Sonda qardaşımızın bu iddiasına da münasibət bildirək. Buxari Müslimin ittifaq etdiyi hədislər ki var, o deyirlər muttafaq aleyhi. Buxari Müslim ittifaq ediblər. Onlar ümmət icma ediblər ki, ümmət qəbul edib o hədisləri. O hədislərdə ki, İmam Buxari Müslim ittifaq ediblər deyir, onlar deyir, şək yoxdur ki, səhihdir deyir. Xeyr qardaşım, İslam ümməti əsla belə bir məsələdə ittifaq etməyib. Lütfən İslam ümmətini yalnız özünüz kimi düşünənlərdən ibarət saymayın. Hər bir hədis kitabında doğru hədis də ola bilər, doğru olmayan hədis də. Hər halda faktlar bizə bunu öyrədir.